Salam əziz dostlar. Bugün biz kəlam elmindən nizam nədir haqqında danışacağıq. Deməli teleoloji dəlil, yəni nizam dəlili, bu dəlili izah etməzdən və araşdırmazdan öncə bu dəlilin əsasını təşkil edən nizam anlayışını biz izah edəcəyik. Əvvəlcə bilək ki, nizam nədir? Bunu zəruri hesab edirik. Ondan sonra o dəlil haqqında başqa bir videoda inşallah danışacağıq. Nizam anlayışını təhlil etdikdə nəticə alırıq ki, hər bir nizamda 3 dənə ünsür olmalıdır. Hər bir nizamda 3 ünsür olmalıdır. Bir neçə şeyin toplusu, ki, nizam olmaq üçün toplu lazımdır bir dənə. Bu əşyaları bir-biri ilə əlaqələndirən bir amil, bir səbəb, bu toplumun içində bir-biri ilə əlaqələndirən, bunların bura yığılma səbəbi, belə deyək, bunları bir-birinə əlaqələndirən səbəb. Biri də bu əşyaların xüsusi şəkildə düzülüşü, o əşyalara xas olan düzülüş. Başqa sözlə desək, nizam elə bir topludur ki, xüsusi bir amil bu toplunun tərkib hissələrini bir-biri ilə əlaqələndirərək, onlar arasında xüsusi bir tərtib və kompozisiya yaradır. Yəni, nizam bir dənə topludur. Elə bir topludur ki, bir dənə xüsusi bir amil var orada, o toplunun orada toplanmasına səbəb bir amil var. O toplu, həmin o amil, o toplunun tərkib hissələrini bir-birinə əlaqələndirir. Onların arasında xüsusi tərtib və kompozisiya, harmoniya yaradır. Nizam məfhumu bu geniş mənada müxtəlif predmetlərə şamil olur. Yəni, nizam məfhumu bugün bu mənada bütün müxtəlif predmetlərə, varlıqlara şamil ola bilər. Şamil olur. Teleoloji dəlildə isə xüsusi bir növ nizam nəzərdə tutulur. Teleoloji dəlilə, bu dəlillə əlaqədar olan dəlildə xüsusi bir növ nizam nəzərdə tutulur. Bu xüsusi növün yaranması üçün bir neçə şey zəruridir. Bu növün yaranması üçün bir neçə şey. 1. Maddi əşyalardan təşkil olunan topluluq. 2. Tərkib hissələrinin təbii şəkildə insan və ya digər şuurlu məxluqların dəxaləti olmadan təbii şəkildə, yaradılış hesabı ilə bir-birinin yanında yerləşməsi. Tərkib hissələrinin təbii şəkildə bir-birinin yanında yerləşməsi. Bu 2. 3. Tərkib hissələrinin bir-biri ilə uyğun olması və vahid məqsədə yönəlmələri. Həmin tərkib hissələri həm bir-biri ilə uyğun olmalıdırlar, həm də bütünlüklə vahid məqsədə, vahid hədəfə xidmət eləməlidirlər. O hədəfə yönəlməlidirlər. Beləliklə, bu dəlildə haqqında danışılan nizam yuxarıda deyilən xüsusiyyətlərə malik olmalıdır ki, həmin teleoloji dəlil həmin bu nizamdan istifadə eləyib ortaya bir şey çıxarda bilsin. Allahın varlığına və yaxud nizam verənin varlığına bir dəlil olaraq teleoloji dəlil həmişə insanları Allahın varlığına dəvət eləyir. Allahın ən azından bir nizam varsa, bir nizamlı bir toplu varsa, o nizamın nizam verəninə dəlalət edən bir dəlil hesab olunur. Sağ olun.